and içirik biz. Diz çökerek o üç renkli uca bayrağa. Yolumuz hak, ümidimiz yalnız Allah'a. Al boynuna bizi vətən ey şanlı diyar. Uğrunda can vermeye neçə oğlum var. Qisasını yağlardan biz alacağız. O sevgili bir bayrağı kaldıracağız. Böyük Mingəçevir şəhərindəyik. Böyük bizim əziz dostlarımız 41 nəfər dostdan hamısı yığışmışıq bura. 4 nəfər üzrü səbəbdən iştirak edə bilmir. Gəlmir hamısı bu günləri Mingəçevir şəhərində bizim tədbirimiz var. İnşallah bütün dostlarla köhnə xatirələrimizi yad eləyəcəyik. Allah'ın köməkliğinden hansı ki o ağır günləri bir yerdə keçirmişik. Bu günləri yaşırıq Mingəçevirdə. Birbirimizden əsas məqsəd odur ki, çoxdan birbirini görməyən, 30 ildir birbirini görməyən dostlar birbirini görsün. Onu da Feyyaz kardeşimiz tarixə götürsün, kameraya götürsün. İçirik biz, babalardan miras kalmış ulu torpağa. Parlayacak üzün nurlu hoş bir sabaha. And içirik biz. Diz çökerek bu üç renkli uca bayrağa. Yolumuz hak, ümidimiz yalnız Allah'a. Güc alarak al güneşten tunç bedenimiz. Bükülmezdi kollarımız, haktı sesimiz. Qisasını yağlardan biz alacağız. O sevgili bir bayrağı kaldıracağız. Qisasını yağlardan biz alacağız. O sevgili bir bayrağı kaldıracağız. And içirik biz. Babalardan miras kalmış ulu torpağa. Parlayacak üzün nurlu hoş bir sabaha. And içirik biz. Diz çökerek bu üç renkli uca bayrağa. Yolumuz hak, ümidimiz yalnız Allah'a. And içirik biz. Diz çökerek bu üç renkli uca bayrağa. Yolumuz hak, ümidimiz yalnız Allah'a. Yolumuz hak, ümidimiz yalnız Allah'a. Yolumuz hak, ümidimiz yalnız Allah'a. Ha, yaxşı. Başa Telman müəllim bir söz desin. Bu şəkil çəsiniz tutulur. Ha bu da senin halan oğlu Telman. Ha, hoş Bu geldin. da senin halan oğlu. Ne istiyorsan? Görüşenler çek Feyyaz. Görüşenler çek. Senden belki kalsın zor. Hayır yaman oğlu. Halan oğlu. Şoför ne oldu? Ne oldu? Vay sana ne öldürüm. Kemikler de daha güzel. Ne taraftan kimse? Sen de. Ayçık. Ha. Boy boy mesela. Ha maşallah. Ezdayet Kadınlara bakayasın. Çamaklı balası. Yazı çatır maşallah. Ha bayram giden teyze ona göre. De ona göre. Ha, benim aziz kardeşlerim, aziz dostlarım, bilirsiniz ki bizim grubumuzun da adı Dostlar Grubudur. Bu Dostlar Grubunun yaranmasında mən, Cabbar, Qeysin xüsusi rol olubdur. Bunun yaranma səbəblərini də izah eləsəm biraz vaxtımız çox gedər, ondan danışmayacağıq. Amma çox şadam ki, bugün bizim grubumuzda 41 nəfər grubumuzun üzvü var. Hər biri də qardaş kimi, həqiqətən də qardaş kimi bir-birinin xətrini istəyən uşaqlardır. Hamımız bir-birimizin sözünü eşidən, dinləyən, hörmətlə yanaşan uşaqlardır. Bütün buna görə mən çox şadam. Bu günlərdə bizim çağrışımıza, grubumuzun görüşünə gələn uşaqların hər birinə minnətdaram. Allah canınızı sağ eləsin. Baxmayaraq ki, bir ucu
Ağcakənd, bir ucu Quba, hamı gəlib Sumqayıt, Bakı, Mingəçevir, Göyçay, hər yerdən uşaqlar gəliblər. Üzürlü səbəbdən gəlməyənlər də üzrxahlıq ediblər. Allah Teala o gəlməyənlərə də can sağlığı versin, işlərə vand olsun, onları da uğurlu alsın, gələn görüşlərimizə gəlsin. Bu günləri bizim əsas amalımız odur ki, bizim qrupun Mingəçevir şəhərindən yerləşməsində, yığışmasında tədbirimiz, məqsədimiz o olub ki, 30 ilə yaxındır ki, 27-30 il arasıdır ki, biz bir-birimizi görmürük. Bu uşaqlarla hamı bir-birini görsün. Burada olanlar hər biri o torpaq uğrunda, o vətən uğrunda, o xalqı uğrunda əziyyət çəkən, zəhmət çəkən övladlardır, xalqın övladlarıdır. Əlimizdə silah, əlimizdən gələni elədik ki, torpağımızın qorunması üçün, vətənimizin qorunması üçün eləyək. Nə əlimizdən gəlibsə biz onu eləmişik. Hər birimiz, burada hər birimizin zəhmətimiz eynidir, bərabərdir. Ona görə də bugün hər birinizə xoş gəldin edirəm. Bizim gələcək tədbirlərimizdə, gələcək planlarımız olacaq. Olanlar olduqca da tədbirlərimizdən, qruplarımızda hansı ki o danışığımız gedir, o tədbirlərimizi genişləndirəcəyik. İndi onun mərramı haqqında mən danışacağım. Yəni gələcəkdə danışacağıq ki, məsələn, bugün gedirik deyək ki, Ağcakəndə. Qardaşlar, orada o bizlə çiyin-çiyinə döyüşən birinci, bizim üçün bütün Azərbaycan torpağında şəhid olan qardaşlarımız, hamısı bizim üçün doğma qardaşdır, hamısı fərqi yoxdur, bizim şəhidlərimizdir. Gedəcəyik hansısa rayona bugün ilk tədbirimiz olduğuna görə bizim Mingəçevirlər bağışlasınlar, biz bunu təşkil edə bilmədik. Mingəçevir şəhərinə gəlib birinci şəhid ailələrinə baş çəkəcəyik, ziyarət edəcəyik, şəhid qardaşlarımızı, şəhidlər xiyabanını ziyarət edəcəyik. Ondan sonra tədbirlərimiz, planımız haqqında, gələn ay görüşümüz haqqında, növbəti görüşümüz haqqında ümumiyyətcə planlarımızı bildirəcəyik. Bu günləri əsas məqsədimiz, qısa danışım, əsas məqsədimiz tanışlıq xarakteri yada salma. Tanışlıq yox, biz tanışlığımızı 30 il bundan qabaq eləmişik, yox, Səngərdə bir yerdə ölümə girəndə. O görüşümüz, hamı səsimizi bir-birimizdən, qrupdan tanıyırıq. Qəhrəman bəyət danışır ki, mənim oğlum da tanıyır artıq səsdən uşaqları. İndi həqiqətən mənim evimdə deyirlər, şəxsən mənim evimdə övladım da hamını tanıyır. Bu günləri yığışmışıq, hamınız xoş gəlmişsiniz. Kimin nə ürək sözü var, indi oturduqca məclisimiz davam edəcək. Məqsədimizi qısa dedim ki, yanıq olacaq. Çırpınırdın Karadeniz, bakıp Türk'ün bayrağına. Çırpınırdın Karadeniz, bakıp Türk'ün bayrağına. Ah ölmeden bir görseydim, düşebilsem toprağına. Ah görseydim, düşebilsem toprağına. Sırmalar sarsam koluna,
qardaşlar. Hər biri əziyyət çəkən oğlanlardır. Ona görə bunlar hamısı dostlar qrupu olmuş. 706 dostlar qrupu olmuş bura. Bura dostlardır. Yoxsulmuş belə görüşməyə, tanış olmağa. Neçə ildir birbirimizi görmürdük. O müharibənin dövründən qardaş ayrılmışıq. 27 il, 30 il birbirimizi görmürük. Şimdi gəldik burada qardaşlarımızı tanıdıq, gördük. Çox şad olduq. Allah köməyiniz olsun. O gün olsun ki, hər birinizin qapısında xeyli şey gərək. Övladlarınızın toyuna gərək qardaşlar. Allah sizi var eləsin, canlı sağ eləsin. Allah Allah bütün şəhidlərimizə cənə rəhmət eləsin. Məkanları cənnət olsun. Qardaş, Hamılıqcan xoş gəlmişsiniz Mingəçevrə. Bugün mən çox şad oldum ki, bütün dostlar hamısı buradadır. Sən bu dostların hamısının səslə mən tanıyıram. Amma sifətdən heç kim tanımırdı. Tanıdıqlarımız da var idi. İndi xoş oldum ki, bunların hamısını tanıdım mən. Sizin hər birinizə can qurban. Həmişə belə bütün tədbirlərimizdə bir yerdə olaq. Bir yerdə mehriban olağın qardaş. O axşam səhər söhbət yox ki, hamımız bir-birimizin səsini eşidirik, salamlayırıq, hal-əhval tuturuq. Amma belə görüşlər tez-tez olsun, həmişə belə bir yerdə görüşək. Çox sağ olun. Allah canları sağ eləsin, Allah müranizini eləsin. Laf sevindik, sevincimiz həddi yoxdur. Bütün qardaşlara xoş gəlin deyirik. Allah canları sağ eləsin. Öpürəm qardaşlar hamısı. Xoş Gözüm Azər qardaş. Bu günləri Moskva vətənimizin ağır günlərində Səngərdə bir yerdə olan vətənin müdafiəsinə qalxan 706-nın və hərbi hissənin briqadanın keçmiş döyüşçüləri Mingəçevrə gəliblər. Gəlişləri xoş gəlib, biz də sevindik bu döyüş yoldaşlarımızın bizlə görüşə gəlməsi və arz edirəm ki, bu görüşlər tez-tez olsun, bir-birlə daha sıx əlaqədə olaq, daha tez-tez münasibətli olaq. Gəlişi yəni xoş qarşılayıram. Döyüşçü olaraq xoş qarşılayıram və hamınızı da Allah'tan can sağlığı arzulayıram. Mingəçevrdə olan 706'nın keçmiş döyüşçülər tanıyıram, qonşu olanım da var. Qonşu olmayanım da var. Yəni Allah hamınıza can sağlığı versin. Sizin gəlişinizlə Mingəçevir şəhərinə bugünkü gəlişiniz şəxsən məni çox sevindirdi. İstəyərəm belə görüşə tez-tez olsun. Ben de buraya yığışan bugün 706 sayılı hərbi hissənin döyüşçülərinin, dostlar qrupunda cəmləşən qardaşların hamısına xoş gəlmişsən deyirəm. Doğrudan da bugünkü görüşümüz çox bir möhtəşəm görüş oldu. Uzun illərdə 27 il, 28 il bir-birini görməyən dostlar burada bir-birini gördü. Tanımayanlar burada bir-birini tanıdı. Hansı ki düzdür tanıyırlar Səngərdə. Ancaq çoxları yaddan çıxmışdı. Sağ olsunlar bu görüş təşkil edən qardaşlarımız, Mingəçevir cəmaatı. Qəhrəman, Müşfiq, Elman, Eşar. Bunlar hamısı bizim bir görüşümüzü təşkil edirlər. Çox gözəl bir iş alındı, möhtəşəm bir görüş alındı. Hamınıza da çox sağ ol deyirəm. Allah sizdən razı olsun. Çəkən qardaşımız Fəyəz qardaş, sənə də çox sağ ol deyirəm ki, bu lenti uzun illər xatirələrdə saxlayacaqsın. Allah sizdən razı olsun. Çox sağ olun. Mənim də yoxdur ki, belə dağlı qarlı dostlarla görüşdük. Yəni neçə vaxtdır biz qrupda danışırıq, səsləri ilə tanımışıq. Amma üzbəyiz görüşmək bir başqa şeydir, onu heç nə əvəz eləmir. Mən həqiqətən bugün çox sevinirəm. Mənim demək olar ki, mən həmişə qrupda da bu sözü işlədirəm. Valla, mənə elə gəlir, qardaş, razılaşarsan mənim bu sözümdən ki, heç qohum-əqrab arasında bəlkə bu mehribançılıq yoxdur ki, bu dostlar arasında, bu yoldaş qardaşlar arasında bu mehribançılıq var. Bir daha yenə minnətdaram bu Mingəçevirdə yaşayan bizim qardaşlarımıza ki, bunlar da bizə uzaq açdılar, bizləri qarşıladılar. Hər birinizə minnətdaram. Çox sağ olun. Yəni bu görüş əvəz olunmaz bir görüşdür. Minnətdaram. Əlbəttə, minnətdaram. Tarixdə yazılan bir görüş. Qəhrəman, həqiqətən minnətdaram mən sizə ki, bugün belə bu səmimiliklə bizi qarşıladınız burada. Bütün qrupun hamısını təşəkkür edirəm ki, hamı mehriban şəkildə, cəm şəkildə hamısını Mingəçevirə təşəkkür buyurublar. Öz minnətlərimi bildirirəm. Hər birinizi öpüb bağrıma basıram. Sağ olun. Gelin bura Feyyaz buradan sensin. Feyyaz. Buradan o Aksaray'ı da götürersin. Oradan Aksaray'ın yaxşı gəmlərini. Burada Qəhrəman, Bərtut. Burada Kür sahilinin sahilidir. O da bizim Aksaray'dır. Bizim dostumuz Hüseyin müəllim
Canciyərimiz oran idarə edir, Həsən müəllim. Getdi Bakıya. Hə. Doğulmuşam. İndi burada Mingəçevirin ən gəzməli yerlərindən biri də buradır. İndi buradan da gedərik, minərik gəmiyə, biraz gəmi ilə hərlənərik dənizi. Hə. Yaxşı yermiş. Mingəçevir mən çox xoşum gəldi. Mən Mingəçeviri o gün gələndən sonra dedim, hə, vuruldum Mingəçevir. Dedim, yox, gözəl şəhər. Gedək, gəlin. Gəlin, gedək. Şeydə tikiblər. Hayır bak, hele bir gəmiyə deyəcək promosiyası yer var. Ha, heç. Yeməyə gedə bilmir də dərd. Qaladı yol bağlı. Hə, o deyil ki, Allah bilir. Yox, onu da o idarə edir. Hə. O idarə edir. Bir dənə qeysim indirirsən Allah. Hə, o deyil ki, Boyda obyektlərin olur. Apsarayla böyle. Şehirden Qarabağ'a savunma. Mehmet gelin görev Mehmet. Nerede bu atları? Çay da verirler. Ha, bak bu da bizim. Burada bizim Mingəçevir şəhərinin ən gözəl yerlərindən biridir. Deyək ki, Kürd sahilidir. Hə, Kürd sahilidir. Hə, Coşqun gəmisinə mümkün, Coşqun gəmisinə. Demişik ki, hə, bir o çəkli kürü bir gəzək, istirahat eləyək. Arkadaş, komutanım oğlum, bu kim sürür? Ha, bunu süren kimdi? Ha, süren kimdi? Yakın. Qənimət də Mingəçevirdə oldu ha. Keçən dəfə görənmədik səni, uşaqlar çağırdı. Sınıfa gələndə də burada oturmuşdu sizdə. Gəlmə gözəl oldu. Kimdir müəllim? Çox sağ olun. Çox var olsun. Hem geldim bizim başına çalışırlar. Çok güzel. Çok kalbimiz açıldı. Ramazanlarla biz görüştük. Belə bir gündə Allah qoşan may ilvaləri bizim tərəfə. Bağrımızda var inşallah. O şey Alzakət. Yay vaxtına sağladım inşallah. Yay vaxtı. Allah kömən. Beyazda başta olmağına bütün grup üzrə, dostlar hamı bir yerdə. İnşallah hamımız Ağzakətdə. Yəni məni böyle çək ha, qoçsun. Qoz düşsün ki, ha, bak ya. Yəni bizim başında bir şeydə şey. Biz bu günləri Mingəçevir şəhərində Kürd çayında gəzintidəyik. Yəni çox sevindirici hal oldu ki, uzun müddətdən sonra 706 saylı hərbiçilər, bir qrup əskər və zabit heyəti bir araya cəm oldu. Bu günləri bir yerdə
bu geçmiş dövüş yollarından xatirələr danışır. Yine yavaş sağla. Xatirələr danışır, o xatırlayır o günləri. Bu günləri çox sevindirici halk ki, Azərbaycan Respublikası müstəqil dövlətimiz, vətəndaşları olmayan səfət günlərimiz var. Sağ olsun. Gel gel. Sağ olun qardaş. Gel gel. O kadar gazellidir mi? Değil mi? Motorun sesinden istedi. Kardeş nasıl olsa cabbarlar diyesin. Rahat ol. Yani üzebilmeyenler düştün yere indi. Üze bilenler üze bilmeyenler çıkardı zaten. Bir sen boştun, biraz dünyası. Ya da kendilerden. Bes dostlar neler ötürüdü dostlar. Bir sen boştun. Ya bu Süper var ya. Ha muzga da var. Gezer aslında efendim şurada batan bir. Orada boş var. Saklayan da saklar. Hadi kalıp başladı var. Pauza ver, pauza. Ha o Füzuli ne oldu? Şekilde su yoktu ha. Füzuli ne etmedi? Ha ondan ehtiyat olacak. Orada şey yoktu. Onun oğlunun yani Bəhrəm Doğru müəllim oğlu Habibdir. Bəhrəm görmək istədim. Görmür. Ben niye demedi 21 görüm Çingizi. Dedim gelse ben zengin. Bəhrəm yine bende de var. Ailemle gitmiştim. O kardeş asker getirdi. Ondan da balacaqsın. Qəşəng də səhavət kimi oxuyur, səhavət kimi oxuyur. Yaxşı da səsi var. Yavaş yavaş. Qeys olanı sən çəkmədin. Ben ağaçlama o. Çek ver, çek görək. Var diyen kimsiniz? Hadi, şəkildə görək. Bunun üstüne bakın, sen bu yağ yiyeceklersin. Hala danış, hala danış. Ortada Sən deyirsən. Sen deyirlər. Hadi geliyor. Yaxşıdırlar, hamısının salam var. Uşaqlar yekəlib. O günləri kasetə baxıram. O balaca uşaqların oynamağı, o Rəşad balaca oğlum orada çıqqılıydı, axı bir yaşı vardı. O qardaşın əskəri kampaniyası. Orada 18 qatram rəhmətli oradadır, maman oradadır. Biz də ailəvi gəldik ora, orada çəkilsəm vardı. Erman aldı, Türkiye'de yok, öyle değil. Aynen. Ben çok sevindim. Ben çok sevindim. Azerbaycanımızın en büyük ülkesi olan. Benim en çok sevdiğim gecenin şehrinde bugün dostlarım. Tarihli halinden şeyi. Etmeden. Ne orada? Orada askeri yolu sanırım. Erman əskər deyil. Ha? Erman Mazəfər. Geçti, bu değil.
Ağa müəllim, siz də bu görüş haqqında öz təəssüratlarınızı. Görüş haqqında nə deyim, Allah canı sağ eləsin bu dostları, yoldaşların, qruplar iştirak edənlərin. Həmişə belə gəzməklərdə olaq, həmişə belə dost deyək, mehriban olaq. Allah imkan versin, həmişə belə gəzməkləri tez-tez təşkil eləyək. Təşkilatçıların da Allah canı sağ eləsin, içində də sənin, səndəki bizim ən əziyyətimiz çəkən əsas sənsən. Çox sağ ol. Herhalde şeyden zaten değilsin sen ya. Şeyin orada değil. Yerində məndə dil qabiliyyəti yoxdur. Çox çətinləşir məndə. Şehirdi də. Zaten şey lazım biliyorsun. De sözü. Kurtda ikən verirsə heç kim danışsın. Orada danışacağım da, deyirəm orada danışacağım. Yaşamalıqlar var eyni. Belə bir günlər qismət eləsin. Həmişə hər birimizin xeyir işləri olsun. Şən günlərdə görüşək, şadlıqlarda görüşək. Amin. Bir daha bütün dostları salamlayıram, hamısını bağırma basıram. Allah hər birinizin canını sağ eləsin. Rafiq qardaş, Amin. bu gözəl dəniz ortasında burada şeirin yeri var. Dəniz yox, Kürnur, Kürnur ortasında. Gözəl bir şeirin yeri var burada. Canlı, Facebook'da canlı gelir, bir köhnə döyüşçü kimi. Qarabağ veteranı kimi, Qarabağ qazisi kimi. Heyvanlar oradaydı, nigar ara qaldı. Nə deyə bilərsən? Heyvan. Mən də bu qrup rəhbərin öz minnətdarlığımı bildirirəm ki, bugünkü gündə bütün dostlar hamısı bir aradadır. Yəni o pis günləri görmüş insanlar hamımız. Allah hamının canını sağ eləsin. Həmişə belə yığışaq. Bir-birinin Allah bu şər işlərimizdən uzaq eləsin, xeyir işlərdə görüşək. Deyir, həyatın mənalı ömrün firavan, talihin üzünə güləndən olsun. Xoşbəxt ömrün, günün, xoşbəxt talihin hər şeyi qismətlə böləndən olsun. Sağ ol, Qeys qardaş. Sağ ol, var ol, sağ ol, var ol. Sən nə deyə bilərsən? Mənim üçün də bugün əlamətlər gündə həqiqətən. Dostlar içərisindəyəm. Dostlar var olsun. Keçmiş günləri xatırlayırıq. Var olasınız, sağ olasınız. Belə şeylər təkrar olsun. Təşkilatçıları da öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sağ olun. Sağ ol. Var olun. En güzel gündü. Özün də gəl çək. Dostlarla Hemen bu satarıyken ben tuvalete girdim. Derdim ben aldım. en güzel günlerden biridir. Elə bilən bu yaddan çıxmayan bir şey. Güzel bir gündür. Allah canı sağ eləsin. Həmişə birinizə gəzməklərdə olun. Sağ ol, sağ ol. Dostlar, sağ ol. Düşmüş ya bura. Gel bir şey. Biz də hamı salamlayırıq, burada baxan Şahini salamlayırıq, Qəhrəmanovu. Onun əziyyəti çox olub. Onun əziyyəti çəkir. Mehdi İsmailov salamlayırıq. Zabit vəkili əsgərlərinə hər birinə salam göndərirlər buradan. Bir də Salamlıyor. Bütün grup ayağını salamlıyor. Hayır beyler. Deməli Məhəmməd Əli dayı mənim mamamla, anamın Arvadlar dururlar, ikimiz de yastık olur abi. Bir de bağırda uşaqları diyor. Geysin dedesinden İdris kişi vardı dedekler. Bunlar biz bağırda uşaqları məclisi yola vermeye öyrədirlər da, yemək taşımağa eləməkdirlər. Çılmışıq mağarlarında arvadları evdə. Yoldaşlarım, əziz qardaşlar, mənim ən
birinci xahişim qrupu yaradanda o oldu ki, ilk sözüm oldu ki, bir-birimizə müraciət edəndə əziz dostlar və qardaşlar. Bu günləri mən ona sadiq qalaraq bir daha hər birinizə müraciət edirəm. Əziz dostlar, əziz qardaşlar, hər biriniz bugünkü tədbirimizə xoş gəlmişsiniz. Mingəçevir şəhərinə xoş gəlmişsiniz. Xahiş edirəm, burada əyləşənlərin hər biri səngər görmüş, ölüm itimdən çıxmış, sağ qalmış bir zabit, əskər gizirlərdir. Hər şeyi görən, çətinlikləri görən, əzab əziyyəti görən insanlar bizlə bərabər çiyin-çiyinə döyüşüb şəhid olan torpağımız uğrunda, vətənimiz uğrunda şəhid olan qardaşlarımızın adına xahiş edirəm, bir dəqiqə sükutla onları yad edin. Allah rəhmət eləsin. Bizdə xüsusi yeri olan hər bir dostumuz burada iştirak edirlər. Üzürlü səbəbdən 4 nəfər bizim qrupumuzdan iştirak edə bilmir burada. Onlar da üzürlü saymaq olar. İşlərlə xeyir var, şər var. Onunla əlaqədar o 4 nəfər iştirak edə bilmir. Ona görə də onları üzürlü hesab eləmək olar. Hər birinizə qalan bu ömrümüzü mənalı keçməyə arzulayıram. Qalan ömrümüzü bir gününü, ayımızın bir gününü, 2 aydan bir günümüzü təklif edirəm ki, özümüzə sərf edək. Allah bütün bağları, övladları var eləsin, salamat eləsin. Amma biz bir sağ qalmış, hər birimiz şəhidik. Sağ qalmış şəhidlərik. Çünki hər şeyin içindən, ölümün içindən çıxmış insanlarıq. Ona görə də heç olmasa bu qalan ömrümüzü elə bir gün keçirək ki, ömrümüzdə tarixə yazılan gün olsun. Allah'tan arzu edirəm ki, hər birinizi gələn tədbirlərimizdə də hər birimiz burada iştirak edək, bir-birimizi görək. Aramızdan, cərgəmizdən insanları itirə-itirə gedirik. Artıq mənim ən yaxın dostlarımdan, sizin silahdaşlarınızdan üçünü itirmişik. Allah rəhmət eləsin. Adil müəllimə, Zöhrət müəllimə, bir də Eytibara, İskəndarova. Hə, bax, hələ 4 nəfər, Nuru. Hə, 4 nəfər. 4 nəfər artıq itirmişik. Yəni, artıq itirə-itirə gedirik. Allah Teala sizə hər birinizə can sağlığı versin, indən sonra itirməyək. Birinci badələrimizi qaldırın, bizim dostluq qrupunun şərəfinə, dostluq qrupunu yaşadaq, dostluq qrupunu getdikcə artıraq, sayımız çoxalsın, çünki dostluqda birləşən insanlar hamısı dostluğa sadiq, layiqətli olanlardır. Hər birinizin sağlığı olsun. Nuş olsun. Limon da getirir. Bana elə gəlir ki, Zəfər, Tilman müəllim, bana elə gəlir ki, burada təqdimata ehtiyac yoxdur. Çünki hamı birbirini tanıyır, müəyyən bir vaxt da oldu ki, birbirimizin adını bildiği burada. İhtiyaç varsa bir hamını ben burada ad-buad tanıyırım, ad-buad deyil. Sen desen neler buradan çıkacağız? Hamı birbirini tanıyır. Çünkü biz 30 ilin dostuyuz. Yani büyüğünü yaranan dostuyuz. Onu özellikle takip edilmez yoktur. Sadece olarak çalışın, kısa bir söz de olsa da belə, herkesin növbə ilə burada sağlığa söz veriləcək, hiç kim çağrılmasın, hiç kim tələsməsin. Hamıya söz veriləcək, hamının bilir ki, ürək sözü var, 30 ili yığışıb qalan sözlərdir. Qısa da olsa, hər kəs öz ürəyində keçən sağlığını deyər, hamımızı dinləyəcəyik.
Sadece olarak çok xahiş edirəm. Heç kimin qəlbinə dəyən söz işlətməsin. Heç kimin könlünə dəyən. Ona bilməz, dostumdur burada. Ona görə də mən elə biləm, inanmıram ki, burada da elə bir şey olsun. Mən nə isə səhv edeyim, işlədim, onun başına şey sarmayaq da, yəni uzatmayaq. Yəni bu Mehribançılıq oryentini ən birinci amalımızda, məqsədimizdə olur. Mehribançılığı axıra qədər qorumaq. bizim qrup maşallah bura üzəri. Sən bu yüzatda da, gəl bu yüzatda. Yoldaşlar, mən istəyərdim ki, bax, ilk sözümüzdə Cabbarov hamının bir yerdə tanışlığı da olub, hamı ilə bir yerdə müharibə keçmiş adamdır. Onu gözü ilə Cabbarov da bu sağlıq desin ilk sağlığının dalında sağlığımız deyiləcək. Buyur, Cabbardan sağ olun. Dostlar, bir daha hamınızı salamlayıram. Elə biləm ki, bundan gözəl gün bizim üçün yox. Bugün ən ağır acılı günlərdən keçib gəlmiş hər bir dostlarımızla yığışmışıq. Bu mənim həqiqi böyümdür, böyükdür. Elə bir ki, mənim ürəyim bugün nə boydana, yəni genişlənibdir. Allah hər birinizə can sağlığı versin. Allah hamınıza ömür versin, qardaşlar. Həmişə xeyir işləriniz olsun. Allah sizlərə həmişə belə bir dostlarla yeyib, içmək, şənliklər. Pis günümüz belə olsun, qardaşlar. Sağlıq, hamımızın sağlığı olsun. Sağ ol, sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol, sağ ol, bırak. Ben var gibi görüyorum. Ne kadar ahları? Hamı birbirini isteyen dostlar bugün yığılıp bırak. Yani burada biz birbirimizi istemeseydik, bu boyda yolu biz vurup buraya gelmeyiz. Yani burada hamımız birbirimizi beğenmek istiyor ki bugün bunu istiyor. Sağ ol. Sağ ol, sağ ol. Hadi sağ ol. Sağ ol. Selman kardeşimizin konu ha sen diyelim değiş kardeşler. O diyelim, o diyelim. Bura baş. Orada ben yeri bilmiyorum. Akşam su üstüne eşi var, gel yemeği yiyin. Kardeşler, Bura çörek verin. məclisimizin ağsaqqalı, hamımızın, dostlarımızın ağsaqqalı Fətiyev burada iştirak edir, Zəfər müəllim. Xahiş edirəm verindi, Zəfər müəllimi dinləyək. Buyur qardaş, buyur. Bir nəfər gedir mağazaya, araq mağazasına. Aha. Gəl mağazasına, deyir ki, bana bir voleybol topu getir. Voleybol topu. Deyir, burada öyle şey yoktur. Yoktur voleybol topu. Deyir, onda bana bir tane, tenis oynamak için raketka ver. Deyir, o da yoktur. Deyir, valla mən elə buralar çalışmışdım, bir fikirləşirdim ki, İlmanda məşğul o arağı tərgizə. Deyir, biz ancaq ara olur da, onlar hər şeylər olmur bizdə. Deyirəm, bizdə də var. Mən də deyirlər, demişdim ki, bu arağı tərgizə, İlmanda məşğul olur. Tabii, yox, cəhənnəm olsun, bir araq verir. Tərcümə istəyir. Bu İlmanla məşğul, bu yoxdur da araq verir. İndi mən də istəyirdim bu arağı tərcüdən. Buralar ki, hər ben deyirəm tərcüdən, bax, belə bir qardaşlar yürüşür. Görürəm ki, bunu mümkün də, tərcüdən görünləri, doğrudan da elə bir gün ki, valla, böyle kardeşlerle bir yerdir. Valla böyle içməklər ki, adam istəyirsən dombalaq aşasan, istəyirsən nə bilir. İndi bir adam meyxana istəyirsən, deyərsən, bəyəşləyirlərə. Yəni, görürəm hamınızı. Görürəm, mən çox xoşlaşdım ki, belə bir qardaşlarımla, dostlarımla bir süfrədə oturmuşam.
Sıra bütün bu qardaşlarını sağlayırlar. Allah sizi var eləsin, dostluklar siyasi eləməsin. Öpürəm hamınızı. Sağ ol. Kardeşler, ara olsak da yüreklerimiz sağ olun. Sağ ol. Sağ ol. Doğru getiren narı kaçar abi. Düşməzədirsə, Yok, o qancıqlar deyirlər, qancıqlar. Ondan istəyir. Ondan da. Bu əsl gülüşər. Tuş qazıram. Tuş adamlardan anlasınız. Nuru tuşlu, avlarını tuşlu. Çok təşəkkür. Nur gətirib. Sağ olsun Nur qardaşımız. Qəşəng nardı. İçib ağlayasan, nardan üstüne yeyərsən. Su suya karşı. Sağ olun. Nasıl çağır? İpiyle. Dedi bunları doğrayın vurun bura. Dedi o turşu getirin, turşunu verin bura. Bura. Zəyə bərəkət edir sizə. Çatmışsınız ayrı uşaq ayrında bura. Deyim kömək eləyə qaqa, mən də sənətim birinizlərdən qormam. əskerim zətimiz kimi. Yok, o ne? İman daha değil mi? Kimi sene nasıl yapma der? İman mı? Bizim Hayır, çörək bura. Eləcə həmin usta şəhər uşaqlar, Mingəçevir uşaqları çox yaxşı qarşıladılar bizi. Çox yaxşı reaksiya verdilər bizim gəlişimizə. Ürəyimizə açan cəhətlərdən biri deyil, onların bizi yaxşı qarşıladılar.